Eyni cinslere kişi adet dönemi var, o zaman adet dönemi var, o zaman olur. Bak Kotin de yakın gelmir. Bu kız gelir yanına, baba görsen. Kız gelir yanına, Kot yakında. Kişi dözsen yerden ha. Boy. Tu kız gelir yanına, bu ne istiyor? Ne yakın durmuşsan? Eman istəyir. Nedir Eman iki qarında ov? Bu. Ta ne istəyir ki, ona bax. Deyir ha, bu da qız. Öpür edir, ona bax. İlk öncəlik Qotiyə yaxın qaldı da. Oy, asası yaxşı. Az yaxşı ya, Sabahattin Cınayevdir ki belə. Emanı sahiplendirdim. Bir sene. Balasının birini suni intellekte verdim. Balasının birini verdim suni intellekte. Dedi uşağım ağlayır, uşağım pis olub. Dedim hə yaxşı. Birində özüm Emanı sahiplendirdim, birində balasını saxladım. Cavan deyildi, bu da dişidir. İnşallah bu da Kotin'le cütleşəcək. Lap qeyri-adi, Kotinin kızıdır. Qeyri-adi balalar olacaq. Hepsi çok da sevirəm heyvanlarımı. Pişiyim hamısından tatlı. Lili! Lili! Miyav deyəcək ha. Lili! Otur balası da baxır. Lili! Lili! O Lili! Lili! Balacıya baxır, ona baxır. Uşaqlar, bu da dünyanın dağıdır, cütləşim, bu da cütləşim. Buna aparıb qısırlaşdıracağım, nağarım uşaqlar, yazıqdır. Leyla xanım, bir dənə atlar da olmur o. Bir dənə at, balası yekələndə yaxın durmur. Amma itlərdir, hündüşqadır, töyuqdur, göyərçindir, pişikdir. Yekələndə balasından, atasından cütləşirlər. Onlar da elədir. Bir dənə at eləmir. Atlar da olmur bir dənə o. İnək də olur. Öz balasından, öz anasından cütləşir. Qoyun da elədir, keçi də. Amma bir dənə at eləmir onun işi. At da bilmir, yo, at. Allah haqqı. Deyib yazanlar, bilənlər bilir. Bir dənə at eləmir o, at. Bax, bu yekələcək, bax Leyla xanım. Koti ilə cütləşəcək. Vəssalam. Balalarda olacaq. Tu söyle. Niye tu ki ayma? Bedma niye tu? Vallahi elədir. Atın ürəyi partlayır. Günahdır məncə, olmaz axı. O necə olar axı? Ata və qız. Allah haqqı Leyla xanım. İndi mən onu şeyimdən soruşum. Prodüserimdən gözdə. Qobran qapısını örtdüm. Azad orada! Gözdə mən indi onu prodüserimdən soruşuram. Allah haqqı çiş edirsə de bana ha. Dünyanı dağıdarım. Tələsmə. Adı Şəmsəddin. Tələsmə bax. Deyir Matu. İndi deyənin sən indi baxarsan. Salam Şəmsəddin bəy, nətərsiniz, nə var, nə yox? Sağ olun. Mən Dəniz Xörəfdən bir modeləm, amma Şəmsəddin bəy deyiləm. Necəsiniz?
Sizə kömək edə biləcəyim bir şey var mı? Bəli, mənim bax bir dənə itim var, adı Kotidir. Onun balası oldu ki, atadır, anasını sahibləndirdim. Anası pudeldir, özü şiprisdir cinsi. İndi balasının birini götürdüm, dişisin. İndi o atasından tütləşəndə işin olmayacaq ki, yekəli tütləşəcək də. Onlar da eləmi? İtləri öz balaları ilə cütləşdirmək olmaz. Çünki bu genetik xəstəliklərə və digər sağlamlıq problemlərinə gətirib çıxara bilər. Əgər cins it saxlamaq istəyirsinizsə, məsuliyyətli bir yetişdiriciyə müraciət etmək daha yaxşıdır. Bu barədə daha ətraflı məlumat almaq istərdinizmi? Dəpəyin o deşiyi haqqı cütləşdirmək olmaz. Mənim töyüğüm, xoruzum yekəli öz töyüğü anasını minir. Ondan balalar çıxır. Niyə çıxır onda balalar? Təbiətdə bu baş verir, amma bu genetik problemlərin yaranma riskini artırır. Toyuqlarda bu itlərdəki kimi ciddi fəsadlara gətirib çıxarmaya bilər, amma yenə də məsləhət görülmür. Məsələn, balaların zəif doğulması və ya başqa problemləri ola bilər. Nəsə başqa sualınız varmı? İndi mənim o kim deyir ki? Bəlkə cəmaatın qonşularında itlər balası yekəldi, öz atasından tütləşdi, 4 dənə də bala doğdu, sapa sağlam. Və onda niyə oldu o? Ona bir cavab ver. Olar, elə ola bilər. Bəzən doğulan balalar zahirən sağlam görünürlər. Amma genetik problemlər həmişə üzə çıxmır. Bəzən gizli qalır və nəsillər sonra özünü göstərir. Ya da məsələn balaların immun sistemi zəif ola bilər və ya gələcəkdə başqa problemlər yarana bilər. Risk həmişə var. İstəyirsinizsə bu barədə daha dərin məlumat tapa bilərəm. Yox, mən elə bilirdim. Yalan danışır, bu yalan danışır. Yalan danışır, bunu çayını demliyim. İnanmayın az ona. İddivandı bu, inanmayın. Programın adı Hüsniye. Bir de elə bilərsiniz ki, qabların üstündə yedim, abi bir tərəf boşdur. Məndə 2 göz olur, bir tərəfdə yedim. Sizlərdə var da yoxmaq deyərsiniz ki, əli tavır qabların üstündə yiyir. O bir tərəfdə yedim, məndə 2 dənə xanadır. Biri boşdur, biri çirkdir, birində yuyub, onun birisində yığılır. Sizlərdə var da yozmaq. Deyərsiniz, ooo, Allah bu nə bittidir, əli tavır qabların üstündə yiyir. Elə. Ona görə sizə ta bəzi şeylər sübut eləməkdən bıktım, usandım artıq. Leyla xanım, inşallah cütləşdirəndə, yekələndə birində sağ verirəm əgər istəsən. Birini verməyə verəcəm, o et. Allah pişiyə. Deyəm buna. Ev elə bir zor park deyil, zor park. Hə, verəcəm sağa. Ooo, Kodizi əlir qalsı səni, kişi eləməyə getdin. Baxım, az qapını açan kimi çıxdı. Kişi eləyirsə. Allah, Eyman axtarır. Eyman axtarır. Yaxşı. Nağarım uşaqlar gəldi, təmizlik şirkəti moydadırımı qırdı. Pərvin çocuq gəldi, moydadırımı qırdı, nağarım. Mənə lazım, yaxşı da beytini, sən özün bilsən ki, mən səni çox istəyirəm. Verəcəm də, ay qaqa. Sağa verməyəcəm, uşağa verəcəm. Sən Qazaxıstanda it saxlayansan. Gəl, soyuqdur. Eyma, Koti gəl. Gəl Koti. Koti. Gəl.
Nədir? Nədir? Milçin istər. Dur.